biz qonşunun evinə tez-tez gediriksə hələ, indi artıq yoxdur. Mən məsələn uşaqlığımda gedib bir-birimizdən stul alırdıq ad günü üçün. Qab-qaşıq alırdıq, o qədər isti idi münasibətlərimiz. İndi belə eləmirik. İndi qonaqları zadı daşıyırıq restorana. Evimizdə belə qonaq qəbul etməyi yadırğadıq biz. O qədər adam gələcək evimizə. Çok hoşlanır. Bu tənhalaşmadır, bu uşaqların tərbiyəsinin pis böyüməsidir. Onların psixoloji müdafiə mexanizmlərindən məhrum böyüməsidir. Autik uşaqların sayı artdı bilirsiniz. Bunun sebebi sərhədlər və yalnızlıq. Və yalnızlıqdır, telefondur. Evet. Çünki insan yoxdur. İnsanla kooperasiya eləyəndə, güləşəndə, boğuşanda ailədə bir 4-5 dənə uşaq olurdu. Qardaşın uşaqları, əmsi uşaqları olurdu, xalası uşaqları olurdu. Onlar bir balaca icma içərisində böyüyürlər və icma içərisində böyüyəndə də insanın həqiqi çəksi yaranırdı. Məsələn, bilirdilər ki, filan kəs güclüdür, o bizi qoruya bilər başqa uşaqların güclülərindən. Bu birisi ağıllıdır, bu bir şey fikirləşə bilər. Hər kəsin təbii təyinatına görə istifadəsi və ranglaşması yaranırdı o sosial mühitdə. İndi insanlar öz yerlərini belə bilmirlər. Çünki asosial tiplərə dönüşürlər. Mən daha fazla uzatmaq istəmirəm. Məsələ buradadır. Biz icma mədəniyyətini tərk edirik, virtual icmalar yaradırıq ki, o da gigiyenik icmalardır. Ekranın bu tərəfində sənin məsəl üçün 10 min dənə followerin var, nə bilim, 150 min dənə izləyicin var, amma real olaraq heç bir ünsiyyətin yoxdur, real olaraq sən tənhasan.